Yadda saxlayın, sizin kiçiyiniz kimi, kiçik qardaşınız kimi bunu deyirəm ki, insan Allahdan ümid elədiyi qədər alır, gözlədiyi qədər alır. Nə qədər gözləyirsən, nə ümid edirsən odur. Bu həyasızlıq deyil, bu rəhmətə sığınmaq, bu rəhmətə sığınmaq. Nə qədər deyirən ki, mənim gümanım çoxdur ki, sən məni bağışlayacaqsan. Vəssalam, bundan başqa inanın mənə heç nə istəmir. Kim əksin desə inanmayın. Allah bu qədər istəyir və namaz da bunun üçündür. Nədir vacibdir? Bu ümidi yaratmaq üçün. Yoxsa namaz adamı heç yerə çatdırmır. Namaz insanda özündən ümidsiz edir. Adam ibadət edir, çarpışır, görür ki, qarşılıq verə bilmir. Qoyur qırağa, o məni yoxsa tərk edir. Axıra qədər Peyğəmbər kimi qılır. Amma baxır, görür ki, qılmaqdan bir şey çıxmır. Bu namazımı bəhanə elə sadəcə. Mən namazımı arxalanmıram. Bu ümid qığılcımı yaratmaq üçündür bütün bu əməllər.